Sual. Hansı sözü transkripsiya içərisində düşünə bilərik? Yəni hansı sözü tələffüz şəklində verilib? Bunu demək istəyir. Akkreditasiya sözündə K-nın biri düşür. Bu demin lüğətində qeyd olunub. İstisna sözlərimizdəndir, yadınızda saxlayın. Seyircər sözünə i artırılır. Sammit sözünə d-t-ya keçir. Meditasiya şəklində olmalıdır. Ümumən yanlışdır. Amma vaxt aşırı yazılır. Vaxt aşırı deyilir. T-d-ya çevrilir. Və bu vaxt aşırı sözün biz tələffüz şəklində doğru kimi götürə bilərik. Doğru cavabımız olur B bəndi. Keçirəm 10-cu suala. 10-cu sualda məndən tələb edir ki, Euler-Venn diaqramına əsasən doğru fikirlər. Monoqrafiya O-lar A-ya keçir. Şokolad sözündə O A-ya, digər O da A-ya, bir də D T-ya. Tərkibində dodaqlanan sait səs yoxdur. Hər ikisində yoxdur. Artıq O-lar A-ya keçib deyə. Bir ortaq olmalıydı. Çıxdıq biri. A və D getdi. A-ya qanunu pozulub. Bəli, monoqrafiyada pozulub, amma şokoladda pozulmayıb. 2 tam yerində işlənib. Deyilişi yazılışı arasında eyni sayda fərq var. Burada 2 fərq var. 2 O A-ya keçib. Burada 3 fərq var. 2 O A-ya keçib, bir də D T-ya keçib. 3 yanlışdır. Tərkibində yalnız eyni qalın sait səs işlənmişdir. Bəli, yalnız A qalın sait işlənmişdir. 4-ü götürürəm. Tərkibində qarşılığı olmayan samit var. Şokolad sözündə L var, monoqrafiya sözündə M-nı var. 5 ortada olmalıydı. 6-ya baxıram. Kar samitlərin sayı daha çoxdur. Monoqrafiya sözündə bir F samiti kardır, bir dənədir. Şokolad sözündə Ş, K və artıq D-da T-ya keçib. 3 dənə kar var. Birində 1-dir, birində 3-dür. Təbii ki, 3 daha çoxdur. 6 düz yerində işlənib. 2, 4, 6 doğru cavab B bəndi. Sonra keçirik 11-ci suala. 11-ci sualda bizdən tələb edir ki, uyğunluğu müəyyən edin. Aha. Saitlər küylü ola bilər, yanlışdır. Samitlər küylü ola bilər, avazlı ola bilər. Heca yaradır, bəli. Uzun tələffüz olunmur, elə uzun tələffüz olunan yalnız saitlərdir. Hecanı formalaşdırır, bəli. Saitlər hecanı yaradır, samit də ona kömək edir, formalaşdırır. 4-ü götürürəm. Musiqili səslər saitlərdir, çıxıram. Avazlı ola bilir, samitlər həm avazlı olur, həm küylü olur. 2, 4, 6 doğru cavab B bəndi. Keçirik digər sualımıza. 12-ci sual. Xəstə şəklində tələffüz olunur və aid deyil, yəni yanlışı soruşur. A doğrudur, xəstə şəklində tələffüz olunur. Deyiliş yazılış fərqlənmir, xeyr, fərqlənir. Doğru cavabımız B bəndi. K qarşılığı olan cingiltili samit işlənib. Cingiltili samitimiz D-dır. K qarşılığı T-dır. C da düzdür. Tərkibində 3 samit var. X, S, D. 2 sait var. Ə. Doğrudur. Bir samitin cingiltili qarşılığı ilə söz başlamır. Bəli, X-nın cingiltili qarşılığı G-dır və ondan söz başlamır. Doğrudur. 12-də doğru cavabımız B bəndidir. Keçirəm 13-cü suala. Haqsızlıq sözünün fonetik təhlilinə bağlı yanlış. Deməli, bu söz haqsızlıq şəklində tələffüz olunur. Qarşılığı olmayan bir samit işlənib. Bəli, H samitin qarşılığı yoxdur. A düzdür. 9 hərf var, 9 səs var, doğrudur. Müxtəlif səslər, eyni hərf. Eyni hərflərimiz nədir? Q, Q. Və birinci Q, K olub, ikinci Q, X olub. Doğrudur. Bir səsin cingiltili qarşılığına söz başlamır. Bayaqki sualda da X-nın qarşılığı G-dır, söz başlamır. Amma E-də yazıb ki, tələffüz zamanı 2 fərqli məqam var. Xeyr, Q, K-ya keçib, L, D-ya keçib, sonuncu Q, X-ya keçib. 3 fərqli məqam var. Yanlış variantımız E bəndi. Keçirəm 14-cü suala. Püxtələşmək, püskürmək. Ortaqlar istəyir. Püxtələşmək T-D-ya keçir, Q-X-direki keçir. Burada D və X-direk yazıram. Püskürmək Q-G-ya. Bir dəqiqə. Püskürmək də Q-G-ya. Bir də sonuncu Q-X-direkə keçir.
Tələffüzündə bir fərqli məqam var, yanlışdır. İki fərqli məqam var. Eyni sayda çar samit işlənib, çarları sayırıq. P, x, ş, x işləyirik. 4 dənə. Digərində isə p, s, x işləyirik 3 dənə. Eyni deyil. Heca sayının ahəngqanına tabe olması. Puxtələşməkdə 4 heca var, püskürməkdə 3 heca var. Ortaq deyil. Yalnız şəkilçinin fərqli tələffüz olması. Puxtələşməkdə t-dıya keçib, bu da kökdür. Çıxdım. Eyni sayda cingilti samitini iştirak eləməsi baxırıq. Puxtələşməkdə artıq t-dıya keçib 1 l samiti, 1 m samiti 3 dənə. Püskürməkdə g samiti, m samiti, r samiti 3 dənə. Doğru cavabımız olacaq E bəndi. Gəlirik 15-ci suala. Emosional sözünün fonetik xüsusiyyətlərinə bağlı səhvi istəyir. Necə tələffüz olunacaq onu qeyd edirəm. Emosional şəklində tələffüz olunur. Yəni 2 o'ları a'ya getirirəm, bir dənə də y samiti artırıram. Tələffüz yazılış arasında 3 fərqli məqam var, doğrudur. Həm kəmiyyət fərqi var, kəmiyyət bilirik, say fərqi, y samitini artırmırıq. Bir də keyfiyyət daxildə nəyinsə dəyişməsidir. Məsələn, q'nın x-ya keçməsi, ç-nın x-ya keçməsi və yaxud saitlərdə də o'nun a'ya keçməsi baş verib, doğrudur. Bir çar var, bəli, s çardır, 4 dənə də cingiltili var. M, y, n, l. Doğrudur. Son sait 3 fərqli səs verə bilər, bəli. A saiti 3 fərqli səs verə bilər. Deyəsiniz necə? Qeyd edirəm. A özü kimi, A I kimi, A U kimi. Olmaya sözündə olmuya olur. Babaya sözündə babıya olur. Məsələn, elə emosional sözündə A olur. Və 3 dənə fərqli səsi ifadə edə bildi. D bəndi də doğrudur. Amma E-də yazıb ki, sözdə dodaqlanan sait var, artıq bütün o'lar A-ya keçib. Heç bir dodaqlanan qalmayıb. Bizim doğru cavabımız olacaq E. Gəlirəm 16-cı suala. 16-cı sualda bizdən tələb eləyir ki, cədvəlin heç bir xanasında yazıla bilməz. Deməli, biz bunun əksini götürürük. Necə əksin? Yazılışı deyilişi fərqlənmir, uzun tələffüz olunan sait səs yoxdur. Yazılış deyiliş fərqlənir, bir də uzun tələffüz olunan sait səs vardır kimi qəbul eləyəcəyik, çünki burada inkar edir. Baxın, bir illik yazılış deyiliş fərqlənir, labirint fərqlənmir, parlaqlıq fərqlənir, təsadüfən fərqlənmir. Xainlik sözündə həm deyiliş yazılış fərqlənir, y samiti artırılır, l-nı, ya-çı, x-ya keçir və uzun tələffüz vardır. Yəni bu hər iki fikri təkzib eləyən, inkar eləyən c bəndidir. Keçirəm. 17-ci suala baxırıq. Sözlərin düzgün yazılışını bərpa edin. Kimono olur, laureat olur, oratoriya olur, vegetasiya olur. Doğru cavabımız A bəndi. Sonra gəlirik 18-ci suala. 18-ci sualda bizdən tələb edir ki, düzgün yazılan sözü müəyyən edin. Ümumən, teleanons, tele sözləri, məsələn, telefon sözündən yadınızda saxlayırsınız. Həmişə tele olan sözlər birləşik yazılacaq. Tay tuş sözü. Tay tre tuş olmalıdır. Məsələn, çar tre çuğuz, sür tre sümük. Kinolen sözü birləşik yazılır. Komfort n-mına yazılır. Emblemi isə tamamilə doğrudur. Bizim 18-də doğru cavabımız olacaq E bəndi. Gəlirəm 19-cu suala. Deyir ki, hansı sözün tələffüzündə daha çox fərq vardır? Bir hamısını qeyd edirik. Məmnunluq. Deməli, l-nıya keçir, q-xıya keçir. 2 fərqli məqam. Onkologiya. 2 fərqli məqam. Üstünlük. 3 fərqli məqam. Sözləşmək. 2 fərqli məqam. Ürkütmək. 1 fərqli məqam. Ən çox 3, yəni C bəndidir. Gəlirəm sonuncu 20-ci sualımıza. Sönməyən olacaq bu cür. Sönməyən, n-mıya, ə-yə keçir. Neft təmizləyən sözündə isə neft təmizləyən şəklində qeyd edirəm. Burada t-nın birin düşürürəm.
olur neft təmiz deyən. Deməli, deyilişi yazılışı arasında iki fərqli məqam var. N-M-yə keçir, ə-i-yə keçir. Bəli. Sonra ahəng qanunu pozulmayıb, qapalı sait yoxdur. Qapalılar elə bizim ilər göz önündədir. Kəmiyyət fərqi var, yəni demək istəyir ki, ya səs artımı var, ya səs düşümü var. O neft təmizləyən sözündə də ortaq deyil. Eyni sayda sonor samit var, sayırıq. M, n. 3 dənə. 1, 2, 3. Burada da 3 dənə. Doğru cavabımız D bəndi. Uzun tələffüz olunan sait səs vardır. Heç birində ortaq deyildir. Doğru cavab oldu D bəndi. Bu qədər. Sağ olun.